Salam uşaqlar, bugün cümlə işləyirik və bizim 5-ci deməli mətnimizdir. Davam edirik 11-ci sinifə aid audio mətndir. Dəqiq desək və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir uşaqlar. Gəlin indi mətni dinləyək, ondan da sonra suallara cavab verərik. Музыкальное искусство Азербайджана имеет многовековую историю развития. Первые сведения о нем нашли во время археологических раскопок, а также при изучении наскальных рисунков Габустана и Гемигая. В произведениях Низами Гянджеви и Физули есть интересная информация о музыкальной жизни наших предков в средние века, о различных музыкальных жанрах и народных инструментах. В первом письменном литературном памятнике азербайджанского народа, эпосе Китаби-Деде Горгут, можно найти название народных музыкальных инструментов. В эпосе также есть целые фрагменты о музыке. Один из древних видов нашего музыкального искусства – искусство ашугов. Это музыкальная форма устного народного творчества. В наши дни творчество ашугов по праву считается культурным наследием азербайджанского народа. Название ашуг появилось на территории Азербайджана в XVI веке. Самым известным жанром ашугского творчества являются героические дастаны. Ашуги пели песни о любви к родине, о мечтах простого народа, о свободе, героизме, дружбе, о храбром Кёроглы и его легендарном коне. Ашуги пишут стихи, сочиняют музыку. Они играют на азербайджанском народном инструменте – сазе, танцуют и поют. Часто ашуги поют с ансамблем народных инструментов. Однако основной музыкальный инструмент ашугов – это saz. Dinlədik deməli mətni, indi mən onu tərcümə edim. Deməli, Azərbaycan musiqi sənətinin çox əsrlik inkişaf tarixi var. Onun haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı, deməli, həmçinin Qobustan və Gəmi qaya üstü rəsmlərin belə deyək də, öyrənərkən tapılıbdır. Nizami Gəncəvi və Füzulinin əsərlərində orta əsrlərdə əcdadlarımızın musiqi həyatı, müxtəlif musiqi janrlar və xalq çalğı alətləri haqqında maraqlı məlumatlar var. Azərbaycan deməli xalqının ilk yazılı əbədi belə deyək də abidəsi olan Kitabı Dədə Qorqud eposunda xalq çalğı alətlərinin adlarını deməli tapmaq olar. Eposda musiqiyə həsr olunmuş bütöv parçalar da var. Musiqi sənətimizin ən qədim növlərindən biri aşıq sənətidir. Bu şifahi xalq yaradıcılığının deməli musiqi formasıdır. İndiki dövrdə aşıq yaradıcılıq haqqı olaraq Azərbaycan xalqının deməli mədəni irsi hesab olunur. Aşıq adı deməli Azərbaycan ərazisində deməli üzr istəyirəm 16-cı əsrdə yaranıbdır. Aşıq yaradıcılığının ən məşhur janrı qəhrəmanlıq dastanıdır. Aşıqlar deməli vətənə sevgi, sadə xalqın arzuları, azadlıq, qəhrəmanlıq, dostluq, İgid Koroğlu və onun belə deyək də əfsanəvi atı haqqında nəğmələr oxuyurdular. Aşıqlar şeir yazır, musiqi bəstələyirlər. Onlar Azərbaycanın xalq çalğı aləti olan sazda çalır, rəqs edir və oxuyurlar. Çox vaxt aşıqlar xalq belə deyək də çalğı alətləri ansambli ilə oxuyurlar. Lakin aşıqların əsas musiqi aləti sazdır. Tak. Üzrü sayın, çöldə uşaqların səsi qoymur işləyəm. Tak, deməli 25-ci deməli sualımızdır. 25-ci sualımız belədir. Əsas ideya nədir? Deməli,
Əsas ideya nədir? Aşoki сочиняют muzıku и пишут стихи для своих песен. Aşıqlar nəmələrinə belə deyək də, deməli, muziku и стихи, yəni söz və musiqi bəstələyirlər də, yazırlar. Для ашугов saz является основным музыкальным инструментом. Aşıqlar üçün saz əsas musiqi alətidir. Ашуги исполняли свои песни о любви к родине, о свободе и героизме. Deməli, aşıqlar vətənə məhəbbət, azadlıqdan, qəhrəmanlıqdan bəhs edən mahnılar ifadə edirdilər. В произведении средних веков писали о музыкальных инструментах. Deməli, orta əsrlərdə musiqi alətləri haqqında yazırdılar. Музыкальное искусство Азербайджана развивалось на протяжении многих веков. Deməli, Azərbaycan musiqi sənəti uzun əsrlər boyu inkişaf etmişdir. Deməli, əsas ideya əlbəttə ki, söhbət nədən gedirdi? Музыкальное искусство Азербайджана развивалось на протяжении многих веков deyə biz E variantını seçə bilərik. Дальше. Укажите неверное утверждение по тексту, yəni mətnə uyğun olmayan. Üzr sayın. Так, культурным наследием азербайджанского народа является tворчество ашугов. Deyir ki, Azərbaycan xalqının, deməli, mədəni irsi aşıq yaradıcılığıdır da. Azərbaycan xalqının, belə deyək, культурным наследием азербайджанского народа является tворчество ашугов. Yəni, Azərbaycan xalq mədəni irsi aşıq yaradıcılığıdır. Sonra, искусство ашугов является самым древним видом музыкального искусства страны. Aşıq sənəti ölkədə musiqi sənətinin ən qədim növüdür. Так. В древнем эпосе Китабе Деда Горгут можно найти фрагменты о музыке. Deməli, qədim Kitabi Dedə Qorqud dastanında musiqi ilə bağlı fragmentlərə rast gəlmək olar. Və 16 века на территории Азербайджана известно название Ашуq. Deyir ki, 16-cı əsrdən Azərbaycan ərazisində Aşıq adı məlumdur. Aşuqi нередко выступает с ансамблем народных инструментов. Və aşıqlar çox vaxt xalq çalğı alətləri ansambli ilə çıxış edirlər. Burada belə deyək də, düz olmayan, əlbəttə ki, B. Искусство ашугов является самым древним видом музыкального искусства страны deyə. 27-də определите верный ответ на вопрос. Где можно найти интересную информацию о музыкальной жизни наших предков в средние века? Deyir ki, deməli, belə bir sual verir. Deyir ki, orta əsrlərdə, deməli, əcdadlarımızın musiqi həyatı haqqında maraqlı məlumatları haradan tapmaq olar deyə sualdır. В эпосе Китабе Деда Горгут, deməli, Kitabi Dedə Qorqud dastanında, в творчестве ашугов, aşıq yaradıcılığında, в произведениях Низами и Физули, Nizami və Füzulinin yaradıcılığında, в наскальных рисунках Qobustana, Qobustanın qaya üstü rəsmlərində, героических dastanах, qəhrəmanlıq dastanlarında. Əlbəttə ki, biz bilirik ki, в произведениях Nizami и Füzuli. G варианты seçirik. Так, дополните предложение словами из текста. Первый азербайджанский письменный, так, literatурный pamятник это. Deməli, deyir ki, cümləni tamamlamaq. İlk Azərbaycan yazılı ədəbi abidəsidir deyə yazır. Əlbəttə ki, biz bilirik ki, Kitabi Dedə Qorqud dastanıdır. Deməli, gəlin yazaq onu. Tak, yazırıq 28-də, deməli, это эпос Китаби Деда Горгут deyə. 29-da напишите ответ на вопрос, что считается наиболее распространенным жанром tворчества ашугов. Burada da deyir ki, aşıq yaradıcılığının ən geniş yayılmış janrı hansı hesab olunur deyə yazır. Və biz də deyirik ki, deməli, qəhrəman dastanlarıdır, qəhrəmanlıq dastanı, героические dastanı. Ya da yaza bilərsiniz ki, самый распространенный жанр tворчества ашугов героические dastanı deyə. Bu şəkildə. Və 30-da напишите одно прилагательное из текста, которое характеризует слово раскопки. Qazıntılar, раскопки. Məsələn, arxeoloji qazıntılar deyirik də. Arxeologические
Raskopki. Raskopki какие arxeologические deyə bax bu şəkildə yazırıq. Belə uşaqlar, sağ olun, görüşərik.